Valla elə bir zamana, bir dönəmə gəlib çatmışıq ki, bəzən 5 nəfər bir yerdə oturanda qeybət eləməyəndə söhbət tapmırlar. Yəni, qeybət varsa mövzu var, danışıq var, olmasa susqunluq yaranır. Bu, həqiqətən ciddi problemlərdir. Yəni, bir növ adət eləmişik, hər sözümüzün də qabağında, sonunda bir şüarımız var. Allah qeybətə yazmasın. Yəni, bu nə sözdür ki? Mən içki içəcəm, deyəcəm, Allah harama yazmasın. Mən oğurluq eləyəcəm, deyəcəm, Allah oğurluğa yazmasın. Necə yazmasın? Eləmə yazmasın. Sən qeybət eləyəcəksən və deyəcəksən, Allah qeybətə yazmasın. Və yaxud bəzi hallarda məhşur qeybətə don giyindirmə məsələlərimizdən biri budur. Deyir ki, olanı danışıram da. Məsələ budur ki, olanı danışmaq o adamın olmadığı yerdə qeybətdir. Əgər birdən olmayanı danışsaydım, bu böhtan hökmündədir. Bunun başqa cəzası var. Olanını bir adamın danışırsansa, bu qeybətdir. Hətta danışmaq şərt deyil, ha. Bəzi hallarda mimika ilə, işarə ilə, hər hansı bir jestlə də sən bu şeyi təsdiq edirsənsə, sən qeybət edirsən. Fərq eləmir.